Bu testlərimiz modal feillərə aiddir. Modal verbs. Modal feillər belədir ki, cümlənin tərcüməsini mütləq bilməlisən. Yağış yağmır, biz çətir götürməməliyik. B bəndi. İkinciyə baxırıq. Uşaqlar günün bütün vaxtı televizor izləməməlidirlər. A bəndi. 3-də. İkinci cümləyə baxırıq nöqtədən sonra bizim çoxlu vaxtımız varsa tələsməməliyik. A. 4-də baxırıq. Deyir ki, sən öz ev tapşırıqlarını evdə unutmamalısan. C. 5-də. İkinci cümləyə baxırıq ki, bağlıdır. Mən kitabxanaya gedə bilmərəm, ona görə ki, bağlıdır. 5-də B. 6-ya baxırıq. Sual verəndə hər hansı bir işin görülməsini və yaxud da ki, bacarırsan, bilərsəni can-la verəcəyik. Deyir ki, sən bu cümləni tərcümə edə bilərsən. Can you translate this sentence? Yes, I can. C bəndi. Davamına baxaq. 7-ci testə baxırıq. Sabah deyir, bazar günüdür, sən məktəbə getməməlisən. C bəndi. A variantında masdan sonra to gəlməz. Sonra 8-ə baxırıq. Deyir ki, soyuducuda kifayət qədər yemək var. Bizim marketə getməyimizə ehtiyac yoxdur. Yəni getməməliyik. C bəndi. Sonra 9-a baxırıq. Uşaqlar spiçka kibritlə oynamamalıdır. 10-cu testdən davam eləyək. Bu yaxşı filmdir. Gedib bu filmə baxmalısan. 10A. 11-ci testdə sən müəllimlərin öz adları ilə çağırmamalısan. B. 12. Deyir, parkda heyvanları ziyarətçilər yedirməməlidirlər. 12C. 13-ə baxırıq. İkinci hissəsinə baxırıq ki, bura çox soyuqdur. Sən qalın geyinməlisən. 13A. 14-də isə ikinci hissəsinə baxırıq. Bura çox istidir. Olar ki, pəncərəni açsam, yəni icazə istəyəndə A variant. 15-ci testə baxırıq. Şagirdlər yaxşı qiymət qazanmaq üçün, əldə etmək üçün deməli, çox çalışmalıdırlar. 15C. 16. Hava getdikcə qaralır, biz evə dönməliyik. 16A. Deyir ki, o yaşlıdır, mən nənəmi görməyə getməliyəm. 17B. 18. Deyir ki, C xəstədir, biz həkim çağırmalıyıq. B. O deyir, ingilis dilində deməli, yaxşı danışa bilir, amma yəni yazmağı yaxşı deyil. Yəni 19A. Deməli, 20-ci testdən davam eləyək. Deyir, o işə kostyum geyinməlidir. Elə deyil, C bəndi. Sonra deyir, müəllimlər gələndə sinifə daxil olanda sən 22-ci testdən baxırıq. İcazə istəyəndə yadımızda saxlayaq ki, həmişə mənlə olacaq. Deyir, olar ki, sənin kompüterini götürüm. Yox, olmaz. O özüm istifadə edəcəyəm. 23-də. 23-də baxırıq ki, yenə də sualdır. Sən kofeyə gələcəksən. Deyir, yox. A bəndi. 23-də A. Deyir, yox, gələ bilmərəm, evə getməliyəm. 24-də baxırıq. Sən ingiliscə danışa bilirsən. Yes, I can. Nə ilə sual veririksə, elə onunla da cavab veririk. Yes, can. Yes, I can. 25. 25-ə baxırıq ki, deyir ki, yenə də sualdır. Sənin lüğətini götürə bilərəm. Yes, you may. Nə ilə sual veririksə, onunla da cavab veririk. Sonra 26-da deyir ki, olar ki, sənə sual verim. May I ask a question? Yes, of course, you may. Yəni 26-da C bəndi.